Qadınlar niyə öz ərlərindən soyur? Evli olduğu halda niyə bəzi qadınlar özünü bu qədər tənha hiss edir? Əgər həqiqətən evlilik sevgi ilə başlayırsa, bəs onda niyə bəziləri nifrətlə bitir? Bu sualların cavabını İyad Kuneybinin möhtəşəm videosunda, Peyğəmbərimizin əxlaqı işığında ər-arvad münasibətlərinə nəzər yetirərək tapacaq. Bu videonu qaçırmayın. Assalamu alaikum. Nada öz təhsilini Amerikan məktəbində almışdı. Sonra yerli bir universitetdə tibb fakültəsini bitirdi və psixologiya ixtisası üzrə təhsil aldı. Ondan 2 yaş böyük olan Shadi isə Avstraliyada bir xəstəxanada psixologiya üzrə internaturanı tamamladıqdan sonra Nadaya evlilik təklif etdi. 26 yaşında olan Nada təklifi qəbul etdi və onlar evləndilər. Bir müddət müəyyən qədər xoşbəxt yaşadılar, amma sonra aralarında problemlər yaşanmağa və artmağa başladı. Onların baharı uzun çəkmədi. Həyatlarına uzun bir payız daxil oldu. Bir gün Nada işdən tez gəldi. Shadi isə hələ qayıtmamışdı. O, iş otağına girib qələm kağız götürdü və yazmağa başladı. Shadi ilə problemlərim nələrdir? Shadi sərtdir. Artıq mənə sevgisini göstərmir. Hətta bəzən düşünürəm ki, görəsən heç məni sevib. Bir dəfə xəstə idim, amma o mənə nə qayğı göstərdi, nə də xüsusi diqqət. Aylıq günlərimdə bəzən əsəb oluram. O isə belə vaxtlarda məni başa düşmür. Halbuki psixiatr olaraq nələr yaşadığımı anlamağı lazımdır. Qadın maraqlarımı ələ salır. Mənə hörmətsiz davranır. Əşyalarıma fikir vermir. Anamın hədiyyə etdiyi 2000 dinarlıq bilərzik qırıldı. Ondan düzəltməsini xahiş etdim. Aylarla gözünün qabağında, masanın üstündə durur. Hər dəfə xatırladıram. O da bugün sabah deyir. Özünü düşünür. Həmişə öz maraqlarını mənimkindən üstün tutur. Bəzən hər ikimiz işdən gec gəlirik və evdə yemək olmur. Amma dostlarından biri onu çağırsa, heç mənə baxmadan çıxıb gedir. Mənimlə keçirdiyi vaxt dəyərli deyil. Yanında oluram, amma fikri uzaqlardadır. Evə işdəki problemlərini gətirir. Mən onun yanında özümü güvəndə hiss etmirəm. Sevindiyi anları da mənimlə paylaşmır. Bir mövzunu geniş danışsam, sözümü kəsir. Uzatma deyir. Çox danışdığıma görə əsəbləşir. Artıq mənimlə sıxılır. Bu məni çox incidir. Xüsusilə də iş yoldaşı qadınlarla çox şən və diqqətli olmasını görəndə. Məsələn, maşında məni gözləyəndə 2 dəqiqə geciksəm, dərhal qəzəblənir. Amma bir dəfə qadın iş yoldaşı 15 dəqiqə gecikdi. O isə heç bir problem deyil dedi. Bir dəfə telefonunu götürüb katibəsinə onun adından mesaj yazdım. Artıq lazımsız sabahınız xeyir, axşamınız xeyir mesajları göndərməsin deyə. Qısqanmışdım. Bunu biləndə günlərlə mənimlə danışmadı. Hətta telefonuna parol qoydu ki, mən baxa bilməyim. Mən özümü onun yanında sıxılmış, əzilmiş hiss edirəm. İnsanların arasında da özümü narahat hiss edirəm. Qısqananda mənə etibar etmədiyini göstərir. Məni kişi iş yoldaşlarımla flört etməkdə günahlandırır. Güya kiməsə meylim var. Evimizdəki köməkçi məzuniyyətdə olanda ev işlərinə kömək etmir. Halbuki daima qadın haqları və qadınların haqsızlıqlara məruz qalmasından danışır. Duşdan çıxanda hər şeyi ora-bura atır və mənim yığışdırmağımı gözləyir. Əgər həqiqətən qadın-kişi bərabərliyinə inanırsa, niyə belədir? Son vaxtlar siqaret çəkməyə başlayıb. Qoxusunu sevmirəm. Kiçik şeylər məni asanlıqla əsəbləşdirir. Mənim üçün niyə əyin başına fikir vermir? Amma başqalarının yanına gedəndə geyiminə çox fikir verir. Artıq onun evdən uzaqda olmağını daha çox xoşlayıram. Ən pisi isə odur ki, insanların yanında mehriban görünür, amma tək qalanda bu mehribanlıq yox olur. Güya işinin psixiatriya olması səbəbindən insanlara yaxşı davranmalı olduğunu deyir. Amma evdə mənə qarşı belə deyil. Bəzi şəxsi xüsusiyyətləri var ki, deməyə utanıram. Çünki onu çox incitmiş olaram. Ona qarşı hisslərim o qədər pozulub ki, artıq bizim ər-arvad yaxınlığımız belə mənə pis hiss etdirir. Sanki nəsə ayıb bir şey edirəm. Mənə qarşı həssas olmaq əvəzinə, zəif tərəfləri ortaya çıxanda qəzəbini mənə yönəldir. Artıq onun maraqlarını düşünmürəm. Hətta qəsdən onun fikirlərinin əksinə gedirəm. Ondan yorulmuşam. Halbuki mən də psixiatram. Bir dəfə boşanma istədim. O isə işarə vurdu ki, adımda olmayan heç bir şeyi mənə verməyəcək. Bu problemləri dostlarımla paylaşdım ki, bəlkə bir çıxış yolu taparıq. Amma görünür ki, hamısı da oxşar şeylər yaşayır. Sadəcə təfərrüatları və narazılıq səviyyələri fərqlidir. Amma çoxdan Ayşə adlı bir qız və onun Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm ilə evliliyi haqqında eşitmişdim. Onların hekayəsi ətrafımda gördüyüm hər şeydən fərqlidir. Birdən Ayşə yadıma düşdü və məsləhət tapmaq ümidi ilə Peyğəmbərimizin həyatından səhifələri vərəqləməyə başladım.
Ayşə və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yüksək əxlaq səviyyəsindən danışıldığını eşitmişdim. Mən Ayşəyə 23 sual verəcəyim. Bu, Şadi ilə bağlı yaşadığım problemlərin dəqiq sayıdır. Məqsəd müqayisə etməkdir. İndi əziz izləyicilər, Nadi ilə Ayşə arasında təsəvvürü dialoq başlayır. Bu dialoqda Ayşə anamızın hədislərdə dediyi bəzi sözləri anlaşılması üçün fərqli şəkildə ifadə etdik və vəziyyəti daha yaxşı təsəvvür etmək üçün bəzi mətnlər əlavə etdik. Amma biz Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sözlərini və davranışlarını olduğu kimi saxladıq. Heç bir dəyişiklik etmədik. Mənbələrimiz səhih hədis toplularıdır. Zəif hədisə istinad etmədik. Beləliklə dialoq başlayır. Nada Ayşəyə sual verməyə başlayır. Ey Ayşə, sən Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləm həyat yoldaşısan? Bəli. Mən sənə bəzi suallar verə bilərəm? Bəli, əlbəttə. Nada öz-özünə düşündü. Şadi sərtdir, artıq mənə sevgisini göstərmir. Artıq onun məni sevib-sevmədiyinə şübhə etməyə başlamışam. Sonra soruşdu. Allah Rasulü sənə sevgisini ifadə edərdi? Ayşə nəvazişlə gülümsəyərək dedi. O oruc ikən belə mənə sevdiyini hiss etdirərdi. Bir dəfə ondan qəlbinə ən yaxın insan kimdir deyə soruşdular. O, Ayşə dedi. Halbuki bizim dövrdə belə açıq sevgi ifadələri adi bir şey deyildi. Bir dəfə xəstələndim, amma Şadi mənə nə şəfqət göstərdi, nə də xüsusi qayğı. Peyğəmbər sən xəstələnəndə sənə qayğı göstərirdi. O, belə vaxtlarda daha da mehriban olardı. Əlimi ağrıyan yerə qoyub mənim üçün dua edərdi. Qadın olaraq aybaşı vaxtı əsəb oluram, amma Şadi heç bir şəkildə məni nəzərə almır. Halbuki bir psixiatr olaraq nə yaşadığımı yaxşı bilir. Allah Rasulü, sən aybaşı olanda sənə qarşı diqqətli olardı. Bu vaxtlarda o, kişidən gözləniləcək ən gözəl davranışı göstərərdi. Mən su içərdim, sonra qabı ona verərdim. O isə qəsdən mənim içdiyim yerdən içərdi. Mən ət dişləyib ona verərdim, o da qəsdən mənim dişlədiyim yerdən dişləyərdi. Sırf məni sevindirmək üçün. Bir dəfə həcdə ikən aybaşı oldum və ibadətimin pozulacağından qorxub ağladım. O isə dedi, bu Adəmin bütün qızlar üçün Allahın təqdir etdiyi bir haldır. Sonra da mənə necə davranmalı olduğumu izah etdi. Nada yenə öz-özünə düşündü. Şadi maraqlarımı aşağılayır. Mənə hörmətə layiq olmadığımı hiss etdirir. Sonra soruşdu. Bəs Allah Rasulü sənin maraqlarına əhəmiyyət verirdi? Ayşə gülümsəyərək dedi. Bir dəfə Həbəşilər məsciddə nizə ilə rəqs edirdilər. Allah Rasulü mənə dedi. Bunlara baxmaq istəyirsən? Mən bəli dedim. O qalxdı və qapıya tərəf getdi. Mən də onun arxasında dayandım. Çənəmi onun çiyninə qoydum. Yanağım yanağına toxundu. O isə məni öz əbasının altına aldı. Bir müddət sonra soruşdu. Kifayətdirmi? Mən dedim. Ey Allahın Rasulü, tələsmə. O mənimlə birlikdə dayanmağa davam etdi. Biraz keçəndən sonra yenə soruşdu. Kifayətdirmi? Yenə dedim. Tələsmə ey Allahın Rasulü. O, mən ayrılana qədər mənimlə orada dayandı. Nada düşündü. Şadi əşyalarıma fikir vermir. 2000 dinarlıq bilərziyimi qırıldı. Anamın hədiyyəsi idi. Aylarla gözünün qabağında masanın üstündə durur. Hər dəfə xatırladıram. Bugün sabah deyir, amma o sabah heç vaxt gəlmir. Sonra soruşdu. Bəs Rasulullah sənin əşyalarına diqqət edərdimi? Ayşə gülümsəyib dedi. Bir dəfə onunla birlikdə səfərdə idik və boyunbağımın sapı qırıldı. Peyğəmbər onu tapana qədər dayanmağa əmr etdi. Bütün sahabələr də onunla bir yerdə dayandılar. Halbuki yanlarında dəstəmaz almağa su belə yox idi. Atam Əbbəkir mənə əsəbləşmişdi, çünki hər kəs mənə görə gecikmişdi. Peyğəmbər mənim dizimdə yatmışdı. Atam belimi elə bir sıxdı ki, bərk ağrıdı. Amma mən hərəkətsiz qaldım. Qorxdum ki, Allah Rasulü oyansın və istirahəti pozulsun. Bu arada başqa bir dəfə də boyunbağım qırılmışdı. Onu axtarmaq məni ordudan geri saldı və nəticədə ifk hadisəsi baş verdi. Münafiqlər mənə iftira atdılar. Amma Allah Rasulü bu hadisələrin heç birində məni qınamadı. Boyunbağlarımı dəfələrlə itirməyimə baxmayaraq bir dəfə də olsun məni danlamadı. Nada düşündü. Şadi öz ehtiyaclarını mənimkindən üstün tutur. Bəzən hər ikimiz işdən gec gəlirik və evdə yemək olmur. Amma dostu çağıranda mənə fikir vermədən çıxıb gedir. Sonra soruşdu. Rasulullah heç öz ehtiyaclarını səninkindən üstün tuturdu. Yemək içmək məsələsində səni nəzərə almadığı hal olub. Ayşə təəccüblə və incikliklə baxıb dedi. Heç vaxt. Bizim yaxşı yemək bişirən fars qonşumuz var idi. O Allah Rasuluna sallallahu aleyhi və səlləm yemək hazırlamışdı. Peyğəmbəri dəvət etməyə gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona, bəs Ayşə dedi. Yəni o da dəvətlidir, qonşu yox dedi. Bunun üzərinə Allah Rasulü onda mən də gəlmirəm dedi.
Adam yenidən gəldi və yenə yalnız peyğəmbəri dəvət etdi. Peyğəmbər sallallahu alayhi və səlləm yenə soruşdu. Bəs Ayşə? O yenə yox dedi. Peyğəmbər yenə onda mən də gəlmirəm söylədi. Üçüncü dəfə gəldi. Peyğəmbər yenə soruşdu. Bəs Ayşə? Qonşu bu dəfə bəli dedi. Beləliklə mən peyğəmbərlə birlikdə onun evinə getdim. Bəs niyə tək getmədi? Ayşə cavab verdi. Çünki bilirdi ki, mən də o yeməyi xoşlayıram və evimizdə tez-tez yemək olmurdu. O mənimlə bölüşmək istəyirdi. Biz ya birlikdə yeyərdik, ya da birlikdə aclığa dözərdik. Bu cavab Nadanı sarsıtdı. Onun üçün çox böyük məna daşıyırdı. Nada soruşdu. Bəs niyə evinizdə yemək az olurdu? Ayşə dedi. Rasulullaha pul, hədiyyələr, yeməklər gələrdi. Amma o bunları yoxsullara və soffa əhlindən olan evsizlərə verərdi. O səbr edərdi. Mən də səbr edərdim. Axı mən necə səbr etməyim ki, o mən olmadan yeməkdən imtina edirdi. Bağışla bu sual üçün, amma sənin kimi gənc, ağıllı və gözəl bir qadının daha rahat bir həyat yaşamaq imkanı olubmu? Hətta Allah Rasulundan ayrı da olsa, heç onu tərk etməyi düşündünmü? Ayrılmaq? Ayşə gülüb dedi. Sənə bir şey danışım. Biz, mən və Peyğəmbərin digər xanımları ondan biraz maddi rahatlıq istədik. Üstəlik təkid də etdik. Bir-birimizi qısqanırdıq, hərəmiz onu daha çox özümüz üçün istəyirdik. Bu yüzdən bir-birimizə qarşı xırda planlar qururduq. Peyğəmbər bizə hirsləndi və bir ay bizimlə danışmadı. Sonra Allah Qurandan bir ayə nazil etdi. Bizə seçim verildi. Ya çətinliyə baxmayaraq Peyğəmbərlə qalmaq, ya da dünyəvi təminat alıb gözəl bir şəkildə ayrılmaq. Peyğəmbər sallallahu alayhi və səlləm əvvəlcə mənə dedi. Ayşə, sənə bir təklifim var. Tələsmə. Ata-ananla məsləhətləşib sonra cavab ver. Mən soruşdum. Nədir ey Allahın Rasulü? O zaman Allahın bu sözlərini oxudu. يا أيها النبي قل لأزواجك إن كنتن تردن الحياة الدنيا وزينتها فتعالين أمتعكن وأسرحكن سراحا جميلا وإن كنتن تردن الله ورسوله والدار الآخرة فإن الله أعد للمحسنات منكن أجرا عظيما. Peyğəmbər elə düşündü ki, mən cavabı valideynlərimlə məsləhətləşmədən deməyəcəyəm. Amma mən dedim, ey Allahın Rasulü, sənin barəndə ata-anamla məsləhətləşməliyəm, sənin barəndə ata-anamla məsləhətləşməliyəm, mən Allahı, onun Rasulunu və axirəti seçirəm. Allah Rasulü bu cavabıma sevindi. Ey Allahın Rasulü, səninlə bağlı qərar vermək üçün ata-anamla məsləhətləşim, bu sözlər necə də şirin idi və Nadanın qəlbinə işləyirdi. Bu sözlərdə nə qədər dərin sevgi var idi. Özünü və həyat yoldaşını iki bədəndə yaşayan bir ruh kimi görən bir qızın sevgisi. Nada yadına saldı ki, o Şadidən ayrılmaq istəyəndə Şadi ona işarə etmişdi ki, onun aldığı, amma rəsmi olaraq Nadanın adına olmayan heç nəyi verməyəcək. Yəni Nada indi onunla maddi şeylər naminə qalır, sevgi və bağlılıq naminə yox. Amma Ayşə ona dünyanı və zövqlərini seçmək imkanı verilmişdi. Peyğəmbərdən ayrılıb, rahat, varlı, dünyəvi bir həyat yaşamaq fürsəti. Lakin o tərəddüd etmədən Allah Rasulunu, Allahı və axirəti seçdi. Bir an belə düşünmədən, hər şeyi onun uğruna göz qırpmadan tərk edəcək qədər sevirdi. Nada düşündü, Şadi mənimlə keçirdiyi vaxtdan məmnun deyil. Yanımda olsa da fikri başqa yerdədir. Sonra soruşdu. Allah Rasulunun çox böyük bir vəzifəsi və saysız işləri var idi. Onun yanında olanda emosional olaraq səninlə olduğunu hiss edirdinmi? Yəni sənə diqqət yetirirdi? O, mənimlə olanda bütün diqqətini mənə verirdi. Həm fiziki olaraq, həm də qəlbən mənimlə olurdu. Mənə yaxın olmaq, mənimlə ünsiyyətdə olmaq üçün hər fürsəti dəyərləndirirdi. Kiçik jestləri vardı, amma mənim üçün çox böyük anlam daşıyırdı. Elə buna görə də bir çox hədisi mən rəvayət etmişəm. Çünki mən onun həyatının kənarında yox, mərkəzində idim. Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən Qurani-Kərimi mənim dizimə söykənərək oxuyardı. Hətta aybaşı olduğum zaman belə. O, onsuz da Quran oxuyacaqdı, amma bunu məndən uzaqda etmək əvəzinə mənimlə birlikdə edərdi. Nada bu saf və zərif mənzərəni gözündə canlandırdı. Allah Rasulunun sakit və gözəl səslə Quran oxuduğunu, başının Ayşənin dizində olduğunu, Ayşənin isə onun saçlarını sığallayaraq ən böyük sevgi və harmoniya içində dinlədiyini təsəvvür etdi. Ayşə dedi, biz birlikdə yuyunarkən belə əylənirdik. Eyni su qabından istifadə edirdik və su üzərində zarafatla mübahisə edirdik. Mən zarafatla, burax onu mənə deyəndə, o da gülərək və nəvazişlə, sən burax mənə deyərdi. Sevgi ilə, mərhəmətlə, yumorla, nəzakətlə. Ayşə gülümsəyərək davam etdi. Bir dəfə mən hələ cavan və yüngül olduğum vaxt onunla səyahətə çıxmışdım. O sahabilərinə dedi, qabağa gedin. Onlar da getdilər. Sonra mənə dedi, gəl qaçaq yarışaq. Mən qaçdım və ona qalib gəldim.
Sonra illər keçdi, yaşlandım, biraz çəkim artdı və o ilk yarışı unutdum. Yenə bir səyahətə getdik, o yenə sahabələrinə dedi, qabağa gedin. Onlar getdi, sonra mənə dedi, gəl qaçaq yarışaq. Mən dedim, ey Allahın Rasulü, bu halımla səninlə necə yarışım? O dedi, elə belə də yarışacaqsan və o mənə qalib gəldi. Sonra gülə-gülə dedi ki, bu əvvəlki yarışın əvəzi idi. Nada düşündü. Şadi iş problemlərini evə gətirir. Sonra soruşdu. Bəs Allah Rasulunun böyük məsuliyyətləri, düşmənlərinin hilələri və həyat yükü sizin ev həyatınıza və təhlükəsizliyinizə təsir edirdi? Ayşə cavab verdi. Xeyr, o evə daxil olan kimi bütün çətinlikləri qapıda qoyardı. Evdə mən yalnız onun mehribanlığını, sükunətini, rahatlığını və incə yaxınlığını görürdüm. Yəni bütün bu çətinliklərə baxmayaraq özünü tam təhlükəsiz hiss edirdin? Əlbəttə, özümü tam əminlikdə hiss edirdim. Nada düşündü. Şadi sevindiyi şeyləri mənimlə paylaşmır. Sonra soruşdu. Bəs Peyğəmbər sallallahu aleyhi və səlləm sevincini səninlə bölüşürdümü? Əlbəttə. Bir dəfə o sevinc içində yanıma gəldi. Üzü parlayırdı. Dedi, eşitməmsən? Mücəzziz, Zeyd ibn Harisə və onun oğlu Usaməyə baxdı və dedi, bu iki ayaq bir-birinə aiddir. O çox sevinmişdi ki, bu adam onların ayaq izlərinə baxaraq, üzlərini görmədən ata-oğul olduqlarını bilmişdi. Halbuki Usamənin ayaqları anasından dolayı qara idi. Zeydin ayaqları isə ağ idi. Bu sözləri deyərkən o sevincini mənimlə bölüşürdü. Kiçik bir məsələ olsa belə o xoşbəxtliyini mənimlə paylaşırdı. Nada düşündü. Mən Şadi ilə bir mövzunu ətraflı danışanda o sözümü kəsir. Mənə qısa danış deyir. Çox sual verdiyimə görə narazılıq edir. Sonra soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm sənin sözlərini diqqətlə dinləyirdimi? O heç vaxt sözümü kəsməzdi. Bir dəfə ona 11 qadının ərləri haqqında dediklərini danışdım. Çox uzun bir hekayə idi. Sonuncu qadın Əbu Zərin arvadı idi və o ərinin ona necə yaxşı davrandığını danışmışdı. Mən söhbəti bitirəndə Allah Rasulü yumuşaqlıqla dedi. Mən də sənə Əbu Zərin Ümmü Zərə qarşı olduğu kimiyəm. Yəni sənə qarşı o qədər gözəl davranıram. Onun dediyi bir şey işləndə tam başa düşənə qədər ona suallar verərdim. Bir dəfə dedi, kim hesab çəkilərsə ona əzab olunacaq. Mən dedim, bəs Allah buyurmur ki, onun haqq hesabı asan olacaq. O dedi, bu əməllərin sadəcə təqdim edilməsidir. Kim detallı sorğuya çəkilərsə ona əzab olunacaq. O, mənim elmə olan həvəsimə görə çox sevinirdi. Mən ona yüzlərlə sual vermişəm və həmin suallar hədislərdə qorunub, saxlanılıb. O isə hər birinə diqqətlə cavab verirdi. Çox sual verdiyimə görə əsəbləşmək, narazı olmaq və ya sözümü kəsmək bir yana heç birini gülüş mövzusu belə etməzdi. Nada düşündü, Şadi mənimlə darıxır, mən artıq ona maraqlı deyiləm. Mənə tez əsəbləşir. Qadın iş yoldaşlarına göstərdiyi diqqət və zarafatçıl münasibəti mənə göstərməməsi məni çox incidir. Sonra soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm, sən bir səhv edəndə sənə qarşı qəzəblənirdi? Xeyr. O, mənə həmişə yumuşaqlıqla izah edərdi. Bir dəfə mən onun digər xanımı Safiyə haqqında xoş olmayan tonda danışdım. O mənə dedi. Elə bir söz dedin ki, əgər o söz dənizin suyuna qarışsaydı, onu belə körlayardı. Yəni, mənim o sözüm dənizi belə bulandıra biləcək qədər ağır idi. Bu, məni Allahdan daha çox qorxmağa və diqqətli olmağa yönəltmək üçündür. Amma Peyğəmbər məni danlamadı, qışqırmadı. Mən səhv edəndə edəcəyi maksimum şey üzünün ifadəsini dəyişmək olardı. Bu sayədə mən emosional incəliyi öyrəndim. Onun üz ifadəsini oxuyub davranışımı düzəldirdim. Səsini heç zaman yüksəltməzdi, əsla. Ayşə gülümsəyib dedi, bir dəfə mənə demişdi, sənin məndən razı qaldığını və ya mənə qəzəbli olduğunu bilirəm. Mən soruşdum, necə bilirsən? O dedi, məndən razı olanda deyirsən, xeyr, Muhammedin Rabbinə and olsun. Amma mənə acıqlananda deyirsən, xeyr, İbrahimin Rəbbinə and olsun. Mən dedim, elədir, vallah, ey Allahın Rasulü. Mən yalnız adını dəyişirəm, sənin adını çəkmirəm. Amma qəlbimdəki sevgi dəyişmir. O həmişə eynidir. Yaxşı, bəs nə idi sən ona qarşı incidən? Qısqanclığım. Doğrudan da onu bu qədər sevirdin, sırf sənə aid olsun deyə qısqanırdın. Onun əxlaqı bu qədər gözəl ikən necə sevməyim ki? Bir dəfə mənim növbəm idi. O gecə mənim yanımda qalacaqdı. Mənim yanıma gəldi və yanımda uzandı. Elə bildi ki, yatmışam. Sakitcə qalxıb ayaqqabısını geyindi və çıxdı. Mən tez geyinib onun arxasınca düşdüm. Düşündüm ki, bəlkə başqa xanımına gedir. Amma gördüm ki, Baqi qəbristanlığına gedir. Sahabələrindən bəziləri orada dəfn olunmuşdu. O geri qaydanda mən qaçdım ki, ondan əvvəl evə çatım və o mənim onun dalınca getdiyimi bilməsin. O evə girəndə nəfəsimin kəsildiyini gördü və niyə belə olduğunu soruşdu. Əvvəl gizlətməyə çalışdım, sonra isə hər şeyi dedim. O dedi ki, Cəbrail gəlib ona xəbər vermişdi ki, Allah ona Bəqidə yatanlar üçün dua etməyi əmr edib. Məni oyadıb qorxutmaq istəmədi. Ona görə səssizcə çıxdı.
Mən soruşdum, qəbristanlığı ziyarət edəndə nə deyim? O mənə nə deməli olduğumu öyrətdi. Nada Peyğəmbərin sallallahu aleyhi və səlləm Ayşənin qısqanclığına necə yanaşdığını soruşmaq istəyirdi. Amma Şadinin qadın iş yoldaşlarına olan münasibətini yadına salıb utanırdı. Peyğəmbərin halal münasibətləri ilə bu nə qədər zidd idi. O soruşdu: "Bəs Peyğəmbər sənin qısqanclığına necə cavab verirdi?" Ayşə gülümsədi və dedi: "Bir dəfə Allah Rəsulü dostlarını mənim evimə dəvət etmişdi. O anda Ümmü Sələmə Peyğəmbərin digər xanımı, Peyğəmbəri və qonaqları şərəfləndirmək üçün böyük bir yemək qabı gətirdi. Mən qısqandım və əlimdə olan daşla o qabı sındırdım." Nada heyrətlə nəfəsini çəkdi. "Bəs Allah Rəsulü nə etdi?" Ayşə dedi. "O, qabın qırıq parçalarını yerdən yığdı və üstündəki yeməyi topladı. Sonra sahabelərə dedi: Yeyin, ananız qısqanıb. Ananız qısqanıb, yəni mən." Sonra Allah Rəsulü mənim qablarımdan birini götürdü və onu Ümmü Sələməyə göndərdi. Nada təəccüblə soruşdu: "Və məsələ bununla bitdimi?" "Bəli." "O səni döymədi?" Ayşə gülərək dedi: "Döymək? Peyğəmbər heç vaxt bir qadına, bir xidmətçiyə, heç kimə əl qaldırmadı. Yalnız Allah yolunda döyüşdüyü zaman istisna." Nada düşündü. Şadi mənim şəxsiyyətimi alçaldır. Onun yanında özümü zəif və dəyərsiz hiss edirəm. Başqalarının yanında özümə inamım azalır. Sonra soruşdu: "Peyğəmbərin yanında sən özün kimi ola bilirdin, özünə güvənən şən bir insan kimi." Ayşə gülümsədi. "Bir dəfə yemək hazırlamışdım. Səudə isə mənim evimdə idi. Ona dedim: Ye." Allah Rəsulü isə bizim aramızda oturmuşdu. Səudə dedi: "İştahım yoxdur, yemək istəmirəm." Dedim: "Ye, yoxsa üzünü bulaşdıraram, yəni yeməklə." O yenə yemədi. Mən də yeməyi götürüb onun üzünə bulaşdırdım. Allah Rəsulü güldü. Səudə də yemək götürüb mənim üzümə sürtdü və Peyğəmbər gülməyə davam etdi. Nada düşündü. Mən qısqananda Şadi məni ittiham edir. Məni kişi iş yoldaşlarımla flört etməkdə günahlandırır. Kiməsə meylim var deyir. Sonra soruşdu: "Peyğəmbər sallallahu aleyhi və səlləm sənə qarşı həmişə yaxşı zəndə olardımı?" "Bəli." Münafiqlər mənə iftira atanda o məni müdafiə edərək dedi: "Vallah ailəmdə, yəni Ayşədə xeyirdən başqa bir şey bilmirəm." Bir ay heç bir vəhy gəlmədi. O çox həssas idi. Hisslərimi incitməmək üçün dərhal sual vermədi. Nəhayət mənə dedi: "Ayşə, haqqında belə sözlər gəlib çatıb. Əgər sən təmizsənsə, Allah səni bəraət etdirəcək. Əgər xəta etmisənsə, Allahdan bağışlanma dilə. Çünki qul günahını etiraf edəndə Allah onu bağışlayar." Sonra Allah Quranda mənim pak olduğumu nazil etdi. Nada düşündü. Evdəki köməkçi məzuniyyətdə olanda Şadi ev işlərinə kömək etmir. Halbuki qadın haqlarından danışır. Sonra soruşdu: "Əminəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ev işlərinə kömək etmirdi. Nə də olsa Allahın rəsulü idi. Əksinə o evdə işlərə kömək edərdi. Namaz vaxtı gələndə isə gedib namaz qılardı." Nada təəccübləndi və gözündə Peyğəmbərin evdə xanımına təvazö və sevgi ilə kömək etməsi, mehribanlıqla davranması canlandı. Ev içində mülayim, nəvazişli, zahirdə böyük lider, amma evdə ən muti, ən gözəl əxlaq sahibi. Nada düşündü. Şadi son vaxtlar siqaret çəkməyə başlayıb və mən siqaret qoxusundan iyrənirəm. Xırda şeylər məni əsəbləşdirir. Niyə başqaları üçün etdiyi kimi mənim üçün bəzənmir? Sonra soruşdu: "Peyğəmbər sallallahu aleyhi və səlləm evdə sənin üçün də bəzənərdi, ətir istifadə edərdi?" O, evə daxil olan kimi dərhal misvaqla dişlərini təmizləyərdi və mən onun xoş nəfəsini hiss edərdim. Nada buna təəccübləndi. Bir kişinin ailəsi üçün səliqəyə diqqət etməsi. Halbuki müasir dövrdə yalnız görüş və tədbirlər üçün edilən bir davranışa çevrilib bu. Nada öz-özünə dedi: "Artıq elə vəziyyətə çatmışam ki, Şadinin evdə olmamasını daha çox istəyirəm." Sonra soruşdu: "Görünən odur ki, sən Peyğəmbərə çox bağlı idin. Heç elə vaxt olubmu ki, ondan uzaq qalmağa dözə bilməmsən?" Ayşə dedi: "Bir gecə o mənə dedi: Ayşə, bu gecə ibadətlə məşğul olmaq istəyirəm." Mən ona dedim: "Allah and olsun, mən sənin yanında olmağı çox sevirəm. Amma sənin xoşuna gələn şeyi də sevirəm." O qalxdı, dəstəmaz alıb namaza durdu. Nada öz-özünə dedi: "Şadi başqalarının yanında mehriban, evdə isə tam əksidir. Buna çox yorğunam, çox stresim var deyə bəraət qazandırır." Sonra soruşdu: "Peyğəmbər səninlə başqaları ilə davrandığı kimi davranırdı?" "Hətta daha yaxşı." O buyurub: "Sizin ən xeyirliləriniz ailəsinə qarşı ən xeyirli olanlardır. Mən isə ailəmə qarşı ən xeyirli olanam." O, kişilərin yaxşılığını onların arvadlarına münasibəti ilə ölçürdü. Nada düşündü. Şadinin şəxsi həyatında elə şeylər var ki, danışmağa utanıram. Çünki onun imicinə zərər verər. Sonra soruşdu: "Bağışla bu sual üçün. Peyğəmbərin həyatında elə bir şey var idimi ki, heç kimin bilməsini istəmirdin?" "Əsla. Onun həyatı tam açıq idi və mən hər detala qədər danışmışam.
Hətta şəxsi həyatımızla bağlı bəzi şeyləri də insanlara öyrətmək üçün demişəm. Niyə nəsə gizlədim ki, onun əxlaqı Quran idi. Quranda əxlaq haqqında nə varsa, Muhammeddə sallallahu aleyhi və səlləm açıq şəkildə görünürdü. İçində də, xaricində də. Nada düşündü. Şadi barədə düşüncələrim o qədər sarsılıb ki, şəxsi münasibətə belə mənfi baxıram. Sanki xəta edirəm. Sonra soruşdu. Bağışla bu sual üçün. Dediniz ki, ailə münasibətlərini insanlara öyrətmək üçün deməkdən utanmırdın. Yəni, şəxsi həyatda əsla narahatlıq hiss etmirdiniz? Əsla. İslamda ər-arvad arasındakı yaxınlıq onları Allaha yaxınlaşdırır. Hər iki tərəf buna görə savab qazanır. Bu, Allah Rasulunun mənə öyrətdiyidir. Eyni zamanda, bilirsənmi, Allah məni və digər mömin qadınları Nur surəsində necə təsvir etdi? Münafiqlər bizə iftira atanda Allah bizi qafil qadınlar adlandırdı. Bilirsən bu nə deməkdir? Yəni, biz o qədər təmiz və sadə idik ki, pis işlər, haram münasibətlər ağlımızdan belə keçmirdi. O qədər məsum və saf idik. Bir dəfə evimə girdiyimdə, yəni orada Allah Rasulü və atam Əbu Bəkir dəfn olunmuşdu. Paltarımı rahatca çıxardım və dedim, biri atam, biri isə ərimdir. Amma Ömər də orada dəfn olunandan sonra, and olsun Allaha, ora yalnız tam örtülü halda girirdim. Ömərə qarşı həya etdiyim üçün. Nada anladı ki, onun qarşısında çox balanslı, əxlaqla tərbiyə olunmuş bir şəxsiyyət dayanır. O həmçinin başa düşdü ki, İslamda cinsi münasibət anlayışı müasir materialist baxışdan tamamilə fərqlidir. Ayşə davam etdi. İnsanlara ər-arvad münasibətini ən gözəl şəkildə öyrədən Allah Rasulü halal məsələlərdə danışmaqdan utanmazdı. Amma qadınlara aid çox şəxsi mövzularda çox həyalı idi. Bir gün bir qadın ondan heyzdən sonra qüsul haqqında soruşdu. O da necə yuyunmağı izah etdi. Sonra dedi, miskə batırılmış bir parça götür və onunla təmizlən. Qadın soruşdu, necə təmizlənim? O dedi, təmizlən. Qadın yenə soruşdu, necə? Peyğəmbər dedi, Subhanallah, təmizlən. Allah Rasulü o qadına qan gələn yeri sil deməyə utanmışdı. Mən qadını kənara çəkdim və dedim, miskli parçanı qan izinin üzərinə çək. Nada düşündü. Şadi çox qürurludur. Zəifliyini göstərmək istəmir. Onun zəif tərəfləri üzə çıxanda o qəzəbini mənə yönəldir. Sonra soruşdu. Bəs Rasulullah sənə qarşı heç zəifliyini göstərməkdən çəkinirdimi? Əsla. O, xəstə olub ölüm yatağında olarkən xanımlarından icazə istədi ki, mənim evimdə qalsın və ona mən baxım. Bu anda Ayşənin səsi titrədi, özünü əl almaq çətinləşdi. Sonra davam etdi. Allah Rasulü sallallahu aleyhi və səlləm mənim evimdə, mənim qucağımda vəfat etdi. Başını sinəmin üstünə qoymuşdu. Qardaşım Əbdurrahman ibn Əbu Bəkir o vaxt otağa girmişdi və əlində misvak var idi. Allah Rasulü ona baxdı və mən hiss etdim ki, onu istəyir. Misvakı ondan aldım, yumuşalsın deyə ucunu çeynədim və Peyğəmbərə verdim. O, dişlərini elə təmizlədi ki, onu bundan daha yaxşı etdiyini heç vaxt görməmişdim. Sonra misvakı mənə uzatmaq istədi, amma əli düşdü. Mən isə Cəbrailin bir vaxtlar Peyğəmbər üçün etdiyi duaları oxumağa başladım. Peyğəmbər bu duaları xəstələndiyi vaxtlarda özü də oxuyardı, amma bu son xəstəliyində yox. O başını qaldırıb səmaya baxdı və dedi, Ər-Rafiq, Əl-Ə'lə, ən yüksək dost və ruhu bədənindən çıxdı. Vəsiyyətində onun yanında dəfn olunmaq istədiyini bilirdimmi? Bəli, mən də bunu çox istəmişdim, amma sonra yerimi Ömərə radiyallahu anh verməyi seçdim. Ömər bıçaqlananda mən ağlayırdım. Onlar gəlib dedilər, Ömər ibn Xəttab icazə istəyir ki, iki dostunun yanında dəfn olunsun, sənin ərinin və atanın yanında. Mən dedim, Allahın da olsun, mən bu yeri özüm üçün istəyirdim, amma bugün özümü yox, onu seçirəm. Nada düşündü. Artıq Şadinin maraqları mənim üçün əhəmiyyət daşımır. Bilə-bilə hər şeydə ona zid gedirəm və onun kimi olmaq belə istəmirəm. Sonra soruşdu, ərindən, Allah Rasulundan ötürü darıxırsanmı? Ayşə cavab verdi, o mənim varlığımda yaşayır. Onu xatırlamaqla, onun sözlərini, hərəkətlərini, sakitliyini, üz cizgilərini təsvir etməklə onun xatirəsini yaşadıram. Mən onun elmini, hikmətini, köksümü həkk etmişəm. Onun saf nəfəsini sanki qabırğalarımda hiss edirəm. Çünki onun bildiklərini insanlara ötürür. Həyatını başqalarına anlatmaqla onun nəfəsini yaşadıram. Onunla evliliyim sayəsində mən heç doğum etməmiş olsam da bütün möminlərin anası oldum. Qiyamət gününə qədər milyardlarla müsəlman məni sevəcək. Allahdan məndən razı olmasını diləyəcək və mənim onlara ötürdüyüm nurun işığında addımlayacaq. İndi ən böyük arzuma gəlincə, sevdiyimlə cənnətdə qovuşmaqdır. Mən onun yolunu izləyirəm. O insanların ən səxavətlisi idi. Mən də onun və atamın yolunu davam etdirirəm. Əvvəllər Peyğəmbərdən daha çox maddi şeylər istəyərdim. Amma indi özümə demək olar ki, heç nə saxlamadan Allah yolunda xərcləyirəm. O buyurub, Allaha ən sevimli olan əməllər az da olsa davamlı olanlardır.
Ona görə indi bir əməl görsəm onu davamlı edirəm. Nada düşündü. Şadi ilə emosiyalarım çox qarışıqdır. Halbuki mən psixiatram. Amma Ayşə kimi bir insanın qarşısında bu barədə danışmaqdan utanırdı. Belə bir fəzilətli qadına belə sual vermək sanki gülünc görünərdi. Onun qardaşı oğlu Ürvə ibn Zübeyir Ayşə haqqında demişdi. Mən Ayşə ilə bir müddət yaşadım, amma ondan daha bilikli bir insan görmədim. O nazil olmuş Quranı, dini hökmləri, peyğəmbərin sünnəsini, şeirləri, ərəb tarixini, nəsəb elmini, hökmləri və tibbi ən yaxşı bilən idi. Mən ona dedim: "Ey xalam, tibbi bu səviyyədə haradan öyrəndin?" O cavab verdi: "Xəstələnəndə mənə müalicə yazardılar. Bəzən başqası xəstələnərdi və ona nə təyin etdiklərini eşidərdim. İnsanların bir-birinə nə dediklərini dinləyib hamısını yadda saxlayardım." Müsahibə bitdi. Saat artıq 1 idi. Nada anladı ki, saatlarla Peyğəmbərin sallallahu aleyhi və səlləm həyatını oxuyub. O kitabı bağladı. Həm təəccüb, həm də heyranlıq içində. Bu necə bir peyğəmbər idi ki, cəmi bir otaqda minlərlə gözəl xatirə yaşatmışdı. Bu necə bir peyğəmbər idi ki, gənc bir qızdan güclü, sevilən, balanslı, özünə inanan və sakit bir qadın formalaşdırmışdı. Nada kitabı bağlayıb ofisdən çıxdı. Geniş evinin dəhlizlərindən keçərkən bahalı paltosuna baxmayaraq soyuqluq hiss etdi. Çünki evin isitmə sistemi bir müddətdir işləmirdi. Şadi yanacaq bakını doldurmamışdı. Ümid edirdi ki, Nada bunu öz pulu ilə edəcək. Nada isə bunu bilərəkdən görməzlikdən gəlmişdi. Çünki Şadinin xəsisliyinə etiraz edirdi. Mətbəxdən keçərkən masaya baxdı. Şadinin tək başına yeyib bitirdiyi yeməyin qalıqları vardı. O Nadadan soruşmağa belə ehtiyac duymamışdı ki, "Acsan?" Nada yataq otağına keçdi. Yan masanın üstündə bilərzik hələ də dururdu. Şadinin düzəltməsi üçün gözləyirdi. Şadi isə artıq yatmışdı. Əlində telefonu bərk xoruldayırdı. Nada sakitcə yatağa uzandı. Arzu etdi ki, o müsahibə heç bitməsin və o Ayşə kimi yaşasın. O sevgi, o hörmət, o mənəvi yaxınlıq içində. Bu Nadanın hekayəsidir. Amma eyni zamanda bugünün bir çox qadınlarının hekayəsidir. Mən bu hekayəni bir qrup qardaş və bacıya danışdım. Bacılardan biri dedi: "Uzun illərdir ailə məsləhətçisi kimi işləyirəm. Sənin qeyd etdiyin bu 23 problem bugün cütlüklərin yaşadığı bütün əsas problemlərin xülasəsidir." Qəribə olan budur, əziz qardaşlar və bacılar. Maddi dünyapərəstliyin və mənəvi cəhalətin hökm sürdüyü bu müasir dövrdə qadını rahatlıqdan, xoşbəxtlikdən və ləyaqətdən məhrum edən bu çağda bəzi insanlar peyğəmbərin Ayşə ilə evliliyini onun yaşına görə şübhə kimi təqdim edir və güya müdafiəyə ehtiyacı olan bir məsələ kimi görürlər. İnsan doğrudan da təəccüb edir. Necə olur ki, fəsad paklılığa, uğursuzluq mükəmməliyə dil uzada bilir? Və daha qəribəsi, biz müsəlmanlar bu ən uğurlu və ən gözəl evliliyin şübhəli mövzu kimi təqdim edilməsinə razı oluruq. Sanki dinimizin bir hissəsi müdafiəyə möhtac imiş kimi davranırıq. Biz əslində əvvəldən belə soruşmalıydıq. Problem konkret nədir ki, biz də cavab verək. Amma nədənsə etiraz edənlərin dəyərlərini və ölçülərini qəbul edirik. Ən təəccüblüsü isə budur ki, bizi hərbi və maddi cəhətdən məğlub edən İslam düşmənləri bu dəfə bizi zehni və mənəvi cəhətdən də məğlub ediblər. Düşüncələrimizi, ruhumuzu işğal etməklə. Və indi biz öz dinimizi, tariximizi və peyğəmbərimizin sünnəsini onların standartları ilə dəyərləndiririk. Dinin bir hissəsini şübhə kimi qəbul etmək döyüşün yarısını uduzmaq deməkdir. Qalan yarısını isə düşmənin meyarları ilə müdafiə etməyə çalışdıqda uduzuruq. Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə ilə gənc yaşında evləndi. Onun qabiliyyətlərini inkişaf etdirdi və ən gözəl qadın simasını formalaşdırdı. Balanslı, güvənli, güclü, etibarlı, təqvalı, razı və həqiqi mənada doğru yolda olan bir şəxsiyyət. Ona elm, hikmət və sağlam xarakter qazandırdı. Allah da ona uzun ömür bəxş etdi ki, Peyğəmbərdən sonra da elm və nur mənbəyi kimi qiyamətə qədər dünyaya işıq saçsın. Bu hekayənin məqsədi nə bu dövrdə azyaşlılarla evlilik məsələsini müzakirə etmək, nə də Peyğəmbərin Ayşə ilə evliliyini müdafiə etmək deyildi. Məqsədimiz Ayşənin Peyğəmbərin evində mənəvi və psixoloji təkamülünü, onun necə bir sevgi, şəfqət və təlimlə yetişdirildiyini göstərmək idi. Və eyni zamanda müasir cəhalətin qadını və qadın şəxsiyyətini necə məhv etdiyini, sonra isə ən təmiz və ən gözəl nümunəni Muhammed sallallahu aleyhi və səlləm və Ayşənin hekayəsini tənqid etməyə necə cəsarət etdiyini üzə çıxarmaq idi. Peyğəmbərin Ayşə ilə evliliyi bizim üçün fəxr mənbəyidir. O, azmış millətlərə dərs, cahillərə xəbərdarlıq, haqqı axtaranlara isə rəhbərlik nümunəsidir. Bu hekayə ailələrimizdə və cəmiyyətimizdə müasir cəhalətin izlərini silmək üçün bir işıqdır.
Allahdan diləyirik ki, bizim ailə həyatımızı da Allah Rəsulunun sallallahu aleyhi və səlləm Ayşə ilə olan həyatı kimi sevgi, mərhəmət və imanla dolu etsin. Vesselamu aleyküm ve rahmetullah.